إنما المؤمنون الذين إذا ذكر الله وجلت قلوبهم. Sual verilir ki, qəlb sıxıntılarının səbəbləri və müalicəsi haqqında danışırdınız. Yəni, qəlb sıxıntıları əsas səbəb olaraq günahlardır və həmçinin və digər insanın qəlbini lüzumsuz, faydasız bir şeylərlə doldurmasına görə olur. Və ümumiyyətlə, insanın Allahın zikrinin uzaq olması, Qurandan, Qurandakı əmirlərdən uzaq olması və Qurandakı qadağalardan çəkinməməsi qəlb sıxıntısına səbəbdir. Çünki Allah Teala buyurur ki, وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Kim Allahın zikrindən uzaq olarsa, biz şeytanı ona urcah edərik və şeytan onun yaxın dostu olar. Və şeytan onları doğru yoldan azdırar və insanlar isə elə güman edər ki, onlar doğru yoldadırlar. Əgər insanın yoldaşı şeytan olarsa, şeytan ona hakim olarsa, necə insanın qəlbi rahat ola bilər? Və həmçinin Allah Teala Taha surəsində buyurur: "Və men a'rada an zikri fe inne lehu ma'işeten danka." Kim mənim zikrimdən uzaq olarsa, onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. İbn Kəsir rahimehullah buyurur ki, vallahi o insan istədiyini yesin, dünyada ən bahalı yeməkləri yesin, istədiyini geyinsin və ən bahalı paltarları geyinsin və qəsrlərdə yaşasın, yəni o insan xoşbəxt ola bilməz. Yəni qəlbi rahat ola bilməz. Yəni xoşbəxtlik ilə nəzərdə tutulan qəlb rahatçılığıdır. Yəni insan Allahdan uzaq düşərsə, qəlbi rahat ola bilməz. Qəlbin rahatlığı Allah Teala'nı zikir etməkdədir. Onun kitabını oxuyaraq orada olanlara əməl etməkdə.